İlk öncə sizi salamlayıram əziz izləyicilər. Bu günləri Böyük Gələcəyə Kiçik Addımlarla verilişinin növbəti qonağı Əli Fəttahzadədir. Əli Fəttahzadə, ilk öncə səni salamlayıram. Ben de sizi salamlıyorum. Neçənci ildə, harda, niyə göz açmısan? 2013 yılında Başşehir'inde anadan olmuşam. Oynadığın klub və mövqe. Oynadığım kulüp Vətən Klubudur və Qapıçıyıq. Qalkipersən. Neçə yaşında futbol başlamışsın? 6 yaşında. 6 yaşında, 5 ildə artıq Hə. qalkiper. Özün mü qalkiper olmağı seçsin, yoxsa kiminsə məsləhəti ilə qalkiper olmağı? Müəllimin məsələdir. Sənə qalkiper deyiləndə dünya futbolunda kim gəlir gözünün qabağına Qapıçılar şey? Casillas. İlker Casillas, Real Madridin əfsanəsi. Casillas'la başlamağın həqiqətən də Kumirinin böyük bir futbolçu olduğunu da artıq Casillas haqqında danışmağa dəyməz. Dünya çempionu, Avropa çempionu, Çempionlar Liqası və s. və ilaxır və bunun kimi yüzlərlə sadaladığımız uğurları var. Əli, neçənci sinif oxuyursan sən? 4. 4-cü sinif oxuyursan. İlk klubun hansı olub? Vətən. Vətəndən başlamısan. 6 yaşından. Qapıçı məşqçin kimdir? Xəyalməli. Xəyalməli. Futbola özün mü başladın? Yoxsa Atamdan ceza aldım. Atam dedi ki ben futbol yaz. Atamdan yıkmadı yaptım. atan başqa idman növünü mü deyirdi? Yoxsa Ben izgisi hissləri sənə imkan vermədi futbola meyilli. Məşqlər Vətən klubuna kifayət qədər çox olur, dediyin qədərilə. Mane olur mu sənə? Yox. Təhsillə bərabər. Bəs sən necə oxuyursan? Amma sən təhsilə mi çox vaxt ayırırsan, yoxsa futbola? Futbola. Yəni futbol sənin üçün öncəlik təşkil edir. Əgər Azərbaycan klubunda, yəni yüksək liqada nəzərdə tuturam, oynamalı olsan, sənə belə bir şans verilsə, hansı klubda oynamaq istəyərsən? Qarabağ. Qarabağda oynamaq istəyərsən. Bəs Avropa səhnəsində? PSG. Maraqlı. Milli səviyyəsində əgər belə bir şansın olsa, Avropa komandaları, hər hansı Avropa komandası, Latin Amerika və s. və ilaxır, oynamaq şansı verirsə, öz millimizi seçərsən, yoxsa ki, Özüm. öz millinin şərəfini qorumağı seçərsən. Millinin əsas qapıçılarını tanıyırsan mı? Azərbaycan millisinin yetişmiş qapıçıları. Tanış, yaxın bu illər ərzində. Emin Balay. Əmin Balayev. Cahangir Həsənzadə, Kamran Ağayev, Emin Balayev, Rıza Cəfərov. Bunların içindən güclü qapıçıdır. Emin Balay. Sən. Yəni Kumirin Emin Balayev də Azərbaycan. Gənc nəslin həqiqətən istedadlı qapıçılarından biri də Emin Balayev. Əli, sənin əgər belə bir şansın olsaydı, futbol camiyyəsi sənin tabiçiliyin altında olsaydı, əgər futbol 11-liyi qurardın məzən üçün və necə olardı heyətin? Qapıda kim olardı? Tabii TV Kurta. Thibaut Courtois. Müdafiənin sağında. Sergio Ramos. Ramos'a Real Madrid deyirlər. Xatırlayıram ki, sağ cinahda oynayırdı. Müdafiənin mərkəzi. Tabii. Bəs yanında, Pepe'nin yanında. Maldi. Keçmişlə gənc nəslinin ortasında bir hala bir müdafiə xətti qoydun. Solda. Roberto Carlos. Yarım müdafiə. Toni Kroos. Toni Kroos. Iniesta. Hala. Ve Xavi. Əslində mən bir sual vermək istəyirdim. Artıq sualın cavabı mənim üçün məlumdur. Hücum xətti. Solda Kvaratskhelia. Hücumda Ronaldo. Sağda Dembele. Messi. Messi. Hansı klubu xanatsan Avropada? PSG dedim. İspanya'da mən düşündüm Barcelona klubunu falan atsam ama gördüm Messi'ni anladım. Var mı sevdiğin bir iş? Mesela futbolda. Lego yapma. Həftənin neçə günü futbola gelirsin? 3. Və 5 gündə məktəbə təhsil edirsən. Bu vaxt ərzində sən Lego yapmağa vaxt alırsan. Süper. Başka sevdiğin bir iş yok. PlayStation oynamaq məsələn. Arda Güler. Ən yaxşı başa düşdüyün, yəni bir-birinizi başa düşdüyünüz komanda ulaşan hansıdır? Məsələn, komandada onunla sənin
anlayışın, yəni bir-birinizi anlamağınız çox rahat, yaxşı oldu. Fərid Qafarlı. Fərid Qafarlı. Ən sevdiyin yemək hansıdır? Dolma. Talış mətbəxinə uyğun mən gözləyirdim. Aş deyəsən, amma olma. Sualı belə çətinləşdirəsən. Əgər sənə sonsuz sayı məlum olmadığı qədər, yəni sayı məlum olmadığı qədər dolma versən, futboldan uzaqlaşarsan? Yox. Bəs atan desə, bu sualın cavabını əslində bilirəm. Sadəcə. Atan desə futboldan uzaqlaş. Nə deyərsən? Öz futbolunu tapa biləcəm. Avropada hansısa bir ölkəyə getmək gəzmək istəyirsənmi? Hə. Hara? İspaniya. Vətən komandasıyla bu keçən mövsümü mən sınavları demək olar hamısını idarə etdim, şərh etdim və ictimaiyyətə göstərmişik. Var yadda qalan bir oyun. Çox möhtəşəm bir oyun olub sənin üçün. 2 dənə var. Hansı? Birisi Kapital Bakı, Kapital Bakı. birisi de Ulduz. Ne kimi orada yadda qalan Kapital Bakı'da gözəl səhvlər elədiyim maçda görə Heydər əmi məni Ferimanlı turnirine seçmişdi. Ulduzda isə Fərid Qafarlı 2 asist eləmişdi. Fərid Qafarlının da bir möhtəşəm golu var. Sənə Pantera qəbən qoymuşam. Vətənin Panterası. Nə qəbən qoymuşam. Hansı oyunda xatırlayırsanmı? Hansı oyunda demişim. Maraqlı bir oyun var idi. Zərbə sənə vurulur, sənə qapı tərəf qalxırsan, yıxılırsan, yenə deyirsən, axırda ikinci nöqtəsi. Həmin epizodu mən kadra daxil edəcəm, baxarsan, özün içində bir sürpriz qalsın, xatirə qalsın. Əli, Fəridlə bayaqları yaxşı tandem təşkil edirsən, dedim. Bəs komandada hansı üzvdür ki, ona qarşı daha çox onunla anlaşa bilmirsən və yaxud da ona qarşı daha çox qəzəblənirsən? Mahmud Uğur. Yəni onun oyunu mu sənə xoşuna gəlmir və yaxud da necə? Davranış. Mən inanıram ki, növbəti sezonda bir-birinizi yaxşı anlayacaqsınız. Səndən kifayət qədər ali oyunları şərh etmişəm, sənin oyunlarını şərh etmişəm, möhtəşəm seyflərin var, həqiqətən də Pantera rəqəbini sənə boş yerə qoymamışlar, həqiqətən də Panterasan və sənin düşüncələrin fərqlidir, hətta düşüncə fikirlərin belə mənə önəmli idi. Düşünürdüm ki, daha net cavablar deyil, relaks olmayan cavablar verəcəksən, amma sən relaxsan, rahatsan bütün cavablara. Qapçı olmağın çətin yönlərini, yəni qapçı olmaq hansı cəhətdə daha çətindir, o yönləri deyə bilərsənmi? Yəni, qapıda yəni hərəkət etmək. Bəs yaxşı, qələbə qazananda, komandada sənin payına nə qədər yük düşür? Üstünlük düşür. Məsələn, komanda məğlub olduğu qapçı qol buraxıb dedilər. Bəs qələbə qazananda? Qapçı qol qurtarıb. Ona görə təşəkkür alırsanmı? O məğlub olanda heç bir üzv, qapçı mövqeyi həqiqətən çətin mövqeyidir. Anladım ki, oynanan 11 nəfər futbolun içində ən çətin mövqeyi qapıdır. Komandanın 60%-ni qapıcı təşkil edir. Yaxşı qapıcı komandanın böyük bir hissəsidir. Zədən olubmu qapıda dayanan anlar? Elə bir hansı bir zədən? Yəni ağır zədə olubmu? Bəli, ayağımda. Harda? Yəni hansı oyunda yəni? Hatırlayırsanmı? Yoxsa məşqdə mi? Məşqdə. Yəni dirəklə mi toqquşmusan, yerə mi düşmüsən? Oyunçunun üzvəyiz yanına oyuncu tutularıb ayağıma vurub. Yəni bu həqiqətən çətindir. Həm topu müdafiə etməyin, həm qapını müdafiə etməyin, həm özünü müdafiə etməyin. Yəni qapçı mövqeyi bu barədə həqiqətən də çətindir. Əli, mən qapçılara həmişə kənardan baxarkən göydə süzülürlər və yerə necə düşüləcəyini düşməyi bilməyərək topa şığıyırlar. Yəni onu düşünmürlər. Həmin anda topu düşünürlər, topu ələ keçirməyi düşünürlər və səndə cəsarət və ürəyin olması çox böyük bir simvolizadır. Həqiqətən də sən bunu bacarırsan və biraz sənin problemlərindən aşağı. Qapıda problemlərindən biri, ən böyük problemin nədir? Məncə sənin boyla bağlı problemlərin var. Buna görə nə hiss edirsənmi? Yəni hər hansı bir məşq etmən dedim. Yəni boyu uzatmaq. Yəni
qapıçı olmaq yolunda ağır istirablı yola, yəni futbol, məktəb, Lego yığmaq, istirahətin və ondan əlavə başqa bir idman növü ilə məşğul olsan ki, və sənin boyuna təsir etsin amillərdən biri olsun. Həqiqətən də qapıçı, mən az öncə də dedim, qapıçı olmaq çox çətindir. Mövqe olaraq çox çətindir. Özün seçmisən. Çox böyük məşəqqətli, inan, yəni bunu mən sənə səmimi şəkildə deyirəm və inan mənə ki, buna xarakter lazımdır, buna iradə lazımdır, dözüm lazımdır. Sən dözümlüsən, ən əsasda istəklisən, bu istək səni böyük bir nöqtəyə çatdıracaq. Adıva layiq, əla, böyük, uca mənasına gələn adımla inanıram ki, böyük bir nöqtədə, böyük bir anda, böyük bir zamanda sənlə qarşılaşacağıq və deyəcəm ki, 11 yaşında mən sənin oyunlarını şərh etmişəm sevə-sevə. Mən sənə bu ağır yolda, məşəqqətli yolda uğur arzu edirəm. İnanıram ki, tutduğun bu çətin yol sənə asan gələcək. Ayağın altında nə qədər tikanlar olsa da, nə qədər səddlər olsa da, sən səddlərin hamısını tapdalayıb, bütün maneələri dəf edib, istədiyin Avropa klubları, həmçinin milli səviyyəsində olan bir qapıçı olacaqsan. Mən sənə səmimi inanan insanlardanam. Respublika çempionatında, yəni mənim düşüncəmə görə 10 qapıçıdan, hətta ilk 5-liyin qapıçısan, yəni və bu sənə motivasiya olsun, zəmanətli nəmə olaraq sənə deyirəm. İnan mənə, tam səmimi inan. Sən çox güclü bir qapıçısan, əla keyfiyyətlərə maliksən və talaş aslansın. Nə düşündün veriliş haqqında? Veriliş necə keçdi məsələn? Veriliş gözəl düşdü. Yəni çox rahat mı oldun? Biz qaşlıqlı bir seçərlərdən önünə canlı deyirəm. Və mən də sənə çox sağ ol deyirəm. Dəyərli vaxtımı mənə sərf etdin. Minnətdaram Əli. Elə adın kimi Əli, soyadın kimi Fəttahzadə ol. Uğurların bol olsun. İnanıram ki, keçən yolu asan da olacaq. Uğurlar olsun Əli. Minnətdaram sənə.